Bilən adamın əməlinin təsiri bilməyəndən 100 dəfələrlə çox olacaq. Necə ki, bir insan sərvətə sahib olur, əslində sərvətə sahib olmaq onu paklamalı idi, təmizləməli idi. Çünki yeni təmizlənmə vasitəsi var da, əlində başqalarında o imkan yoxdur. Başqaları məsələn namazla, orucla, ibadətlə təmizlənir. Bunun həm də pulu var. Bu pul xərcləməklə əlavə təmizlənmə vasitəsi var bunun. Sərvət bu baxımdan nemət deyə bilirsiniz. Sərvət bu baxımdan nemətdir ki, məndə o sərvət var, mən xərcləyib təmizlənəcəm, digərində yoxdur. Yəni mən əlavə bir təmizlənmə vasitəsinə sahibəm. Sərvət adam bu baxışla baxsın gərək. Yoxsa ki, sərvət əlinə düşür, daha da azır. Bu sərvətin günahı deyil, bu bunun özünün günahıdır. Yoxsa ruzi, pul təmizlənmə vasitəsidir. Pul kimisə xarab elədirsə, günah pulda deyil.